askısız mümkün değil. Onun askısı. Spesnaz askısı değil. Sabahımız hayır olsun. Rembo yapsın. Gombul Rembo. Rembo da birinci ben olurdu. Evet, sonra arıqlıyım. What about sunrise? Negaretin bir yazık ya. What about rain? What about knowing that you said we were to gain? What about killing feels? Is there a time? What about knowing that you said it's yours and mine? Gerçek maraqlı epizodlar var belə. Al icazə versən xala. Yaxşı, qutabı çəkib. Tabii seç. Sazı da seç. Kampa qədər aclığı mütləq götürmək lazımdır ki, gedib orada palıqdan açana qədər, stol stulucu qoşana qədər, yemək həsələnə qədər bir dənə atışdırmalı olsun. Bəli, bəli. Heç kəs bir minaya düşmədi. Hamısının yanına keçdi. Mina iyi. Acına öldü. Bu qaran. Balkonu dəmirin kəsdilər. Yaman acımısan deyir. Sağ ol can. Kimin dərmirini kəsiblər? Maşının bu, nə deyirlər buna? Bunu qoymaq üçün kəsdilər, yoxsa yox? Yox. Ramasını deyirdim yəni. Sen yoruldun tam gel. Gəl boşaldaq da. Nədən boş çək? Bilmirəm. Nə hansı nədir? O drondu. Bir burada taxta var. Taxtamız var. Dronu əli qoyun maşının içinə. Bəlkə maşını fırladasan Rafael. Yani boşaldım sonra zaten Yox, fırlat ki, rahat olsun da. Bunları məncə burada qoy. Niyə yaxşı olur? çadırı burada koyacağız. Ha, çadır burada olacaq da fada. Çadır. Patarı da burada qoy. O kesin də belə, o belə o bura. Ora düzdür, maşını da onun yanına verərəm. Hə. Onu da buraya koyalım. Şeyi buradan eləyərik. Sabah proyektör. Düz olan yer bura. Onda qarı idi, yəni belə idi, düz yer bilmirəm. Boşaldım. Səviyyədə. Necə ona var? Mən bunu çıxardıram ki. Biz bunu tez olacaq. Yaxşı zibilləməyiblər, nə var? Niyə məsələn? Nə yerə qoyum bunu? Nə qoymaq? Yerə qoyacağım, üstü qabağın olmasın. Yerə hansı? Qoyuyor o. Mən başqa bir şey lazım burada. Siz bunu yanında söndürə bilərim.
Murad. Ayakkabı çıxart, gir içindən qaldır. Gözlə Murad. Gözlə Murad. Çadımız acıdır inşallah. Başlayan kimi. Nə pişirsən? Çatdan kimi bir yumurta pandır elədim ki. Yok yok. Ondan da var, prosta tələsikdir. Здравствуй, Иисус. Самый гуманный Иисус. Я говорю, Боже. Присаживайтесь. А он не может. Он не может сидеть. Садитесь. Спасибо, я постою. Гражданин судья. А он не может сесть. Ничего не сделал, только вошел. Çörək burada, orada. Yemək demək olar ki, bir dəqiqə hazırdır. Все бля кужа. Çok mesele götür. Çok mesele götür. Var. Sen yani. Kışta yedin bir yayda ama sok. Burada çok var, orada da var. Yaratmısan ki Rəşad. İsti məni də yandırdın. Yaxşı dağın başındayıq. Rafay, sən bilsən neylə? Sən salata bax da bir dənə. Doğruyor. Bax da. İstəyirsən xırdala, istəyirsən doğra. De görün bu kadar. Ala bula boz keçi. Ay qoşa qoyunuz keçi. Buyunuz. Buyunuz? Ha, yaxşı, buyunuz keçi. Yalnız gəlib dolaşma. Dağa, daşa dırmanma. Ay pipi qan xoruz. Gözləri mərcan xoruz. Sonra. Niyə şəhər Onu durursan? sən özümüzlə ay gətirmişik. Niyə şəhər neysən? Durursan, cəmaatı nəysə banlayırsan da ondan. Hərdən bir şey soruşurlar. Uzaqdan çəkib gəl. Hələ. Ramin tanıysan da sən, Pərvin qardaş. Hə. Bir dəfə ona getmişik ova qız ya. Yəni oldu ki, o Dübrarın yaylaq hissəsindəydik. Aha. Təpənin o tərəfində gördü bir dənə səs gəlir, cıng. O bu nə səsidir? Biz təpəyə rastlaşanda bir də gördük ki, bir dənə böyük sürüdür. 4-5 dənə çobandı, 6-7 dənə də iti var. O boyunda, əziz kənd itlərindən.
Bir də gördüm Ramin başladı qaçmağa. Mən də qeyri-ixtiyar düşdüm bunun dalınca. Dedim ahara qaçsan. Deyir itləri görmürsən. Adamı parçalayacaq dedim. Ay iti görürüm. Çoban da vardı. Çoban qoymayacaq. Deyir ha eşitmə. Qaçı deyir. Eşitməmisən deyir. Çoban açınca gözün qalar ki bu. Açsa. Bifteksti, bifteksti. Rafa. Kuman yeni yavaş yavaş sürüştür sütler. Ne yavaş gelip tersi. Alın mı? Xiyavim boşluğa düştü. Suyun beşen sesi var. Allah. Hoşuma geldi bura Reşen. Qəşəng yerdir. Kamp üçün çox gözəl idi. Prosta bura gerek kamp üçün. Kamp üçün gerek gelenler gelsinler de. Ancaq. Gələ bilsinlər. Kabab qanlı, iki canlı. Yer əyri. Yer əyri deyənə. Şişlər dayan bura. Kabab qanlı, iki canlı. Oku, oku. Üretme. Ai meu Deus. Nereye? Cadê lá e fazendo Hadi oğlum bak kısım kaldırım. Odun da. Oo böyle. Kısım kaldırım. Açmadım. Şey bol böyle. Ağzı qarada babın sen bu həyasıza bax. Nə həyasız adamsan? Öl elə. Elə bilsən ki, məndən qan çəmək asandır. Ala. Sağ ol. Olmaz koy gidelim. Mahnı koyalım. Biraz şoydu hava. Şuraya yana yani. Ne böyle? Gözüne karnı yok. Hava dolar bir tane söyledi.
Xəlil. Cəhətmişlər yığdım almışdım. Hə, gedirik. Murad, mən Rafael. Rəşad Vüqar dostumuz qayıtdılar Bakıya, təcil işlər çıxdı. Biz indi görün haralara gedirik. Cənnətdir, cənnət. Axır ki gəldik, çıxdıq. Azərbaycanın ən hündür kəndi, bəli. Azərbaycanın ən hündür kəndi olan, yox, Xınalıq deyil, Elik kəndi. Düzdür, kitablar yazırlar Xınalıqdır, ən hündür kənd Qubadakı. Amma bax, Elik kəndi 2370 metrdədir. Wikipedia'da da baxa bilərsiniz. Gəlib GPS-lə də baxa bilərsiniz. Burada biraz hündürlük var, adam təngi nəfəs olur. Orada Azersel, Baksel, səhv etmirəmsə, bir dənə fışqadır. Bu da bizim möhtəşəm Şah dağımız. Və bizim legendarlı patrolumuz. Palatkamızı quracağıq. Yavaş-yavaş başlayaq. Biraz soyuqdur. Yəqin ki, bişirməyimiz falan palatkanın içində olar. Baxaq vəziyyətə, çünki gün batanda soyuq olur. Gün olanda da gündə yandırır. Və bugün yağma ehtimalı da var. Görək. This morning on the wrong side of the bed, the hazy sunrise wraps a veil round
Murad girsən içəri. Rafael mənim maskimi düzəldir. Həqiqəti. Ana balık kıyıda tapmış. Al. Geldi. Evet. Hə, qoy biraz özün tutsun. Mən girəm içəri, stulu ver. Gəlir yeməyin yanına şey. Çoban itləri də gəldi. Yəqin ki aşağıda çoban var. Bilmirəm kamera düşəcək yoxsa yox. Bax orada qoyunlar da var. Hava burada çox tez-tez dəyişir. Buludlar gün çıxır. Yeməyə keçirdik içəri. Çöldə külək tutur deyə. Rafael, adı nədir bu yeməyin? Bu yemeğin adı ləhmə. Ləhmə. Necə? Ləhmə. 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 Bizi bu dağlara, gözəl mənzərələrə gətirən, bu dəqiqə Elikdəyik, Elikə gətirən Qusarın Elik kəndi. Bura gətirən maşın haqqında məlumat vermək istəyirəm. Deməli, 2008 Nissan Patrol TB48 4.8 motor, benzin, avtomat korobkadır. Maşın 270 min hardasa bir probegi var idi. Hal-hazırda
82 mindir. Və maşına quraşdırılmış avadanlıqlar 35'lik təkərlərdir. Ironman Pro askı sistemidir. Həm amortisator, həm demper. Deməli, kasserlər qoyulub, çünki orada mostun bucağı dəyişir. Ona görə əlavə kasserlər qoyulub. Mostların dövrə sayı dəyişir. Bu boyda təkərlərə mostların dövrə sayı təbii ki dəyişməlidir. 4.88 olub. Deməli, şnorkel quraşdırılıb. Deməli, 5.6 ton təxminən belə deyək, lebyotka dartıcı quraşdırılıb buna. Təkərlər Maxxis Tripadordur, 17'lik disklərlə 35-12 yarım. Yuxarısına Sibir Technical Center istehsalı olan deməli dam quraşdırılıb. Damın bütün ətrafı işıq var. İşıqlar Aurora firmasınındır. Onun üstündə mənim deməli Camperman tentim var. Bax, bu işıqlar bu formadadır. Arxasında da eyni formada Aurora'nın. Bölgü üstürü özüm quraşdırmışam. Bu əslində yox idi. Yəni komplektdə. Deməli, içərisində belə bir spalnik yığdırmışam. Spalnikdə siyirmələr var. Hər ikisi bunun böyükləri belə qalxır. 2 dənə 180'lik akkumulyatorlar var. Əlavə olaraq şnorkel quraşdırılıb. Safari şnorkeldir. Bir dənə 270 dərəcə markizamız var. İçi tam olaraq deməli 5 şumka olunub. X5'in deməli oturacaqları da qabaqlar, arxalar öz orijinaldır. Həmçinin bunda 2 dənə deməli benzin çəni var. Səhv etmirəmsə əsas benzin çəni 95 litr. Əlavə benzin çəni isə 38-40 litrə yaxın tutma malikdir. Bamperlər özünküdür. Yəni gücləndirilmiş və yaxud da dəmir bamperlər deyil. Hal-hazırda indi bura bizim stolumuz gəlməlidir. Stol quraşdırılacaq. Burada hansı zaqatovka və sair belə bir işlər görmək olar. Təkər hələ ki qapının üstündədir. Bu təkər təbii ki ondan balacadır. 35'lik Maxxisdən. Bu özünün üzərində olan təkər idi. Disklər rənglənilib. 5 ədəd təkər var. Cooper'dir, amma bunun arxa bamperi dəyişdikdən sonra artıq qapıya yük düşməsin deyə həmin təkər 35'lik Maxxis'in özü deməli bamperin üzərindəki qolun üzərində olacaq. Belə bir Nissan Safari Patrol Y61. Dostumuz da buradadır. Çörək yeyir, ət yeyir. Yaman acıb. Üstündən çörək yeyir ki, doysun da. Çörəklə əti bir yerdə yeyir. Amma bu belə tullam tutmur, ha, tutdu. Bax, Şahdağdır. Həmin zirvə. Şahdağ zirvəsidir. Yaşayan mənzərə açıldı. Buludlar getdi bir dənə Şahdağın tam olaraq mənzərəsi.
Dronumuzu itirdik. Gedirik dronu gətirməyə. Şahdağın düz dibinə düşüb. Elik kəndin cəmaatı sağ olsun. Düzdür, sirenkamız yoxdur. Oturmuşuq burada. Dronundakı yerini göstərir. Axtarırıq, görək. Tapa biləcəyik qardaş profesional. Və как всегда legendarный UAZ. Kardeş patron başını bırakın. Geriye drone dalınca. Drone düşüb. Düz dağın ətəyinə. Gidiyor ora. Yaxın səsləri gəlir. Bildiğin təngi nəfər. Qalxmaq olmur. Rafa ürəyim bulanır. Mən qalxamıram. Hə, sən qalxma. Sən qalxma, biz gedirik yavaş-yavaş. Hə, məndə də yaxşı deyil vəziyyət. Təngi nəfəs olmuşam. Ürəyim bulanmır, prosta başım fırlanır. Yox, gözlə. Sən bir 15 dəqiqə gözlə qalx. Mən qalxamayacağam, mən daha yedim. Fuat, mən dirəndim. Ayaqlarım keyib mənim. Getmir. Çatmışıq, az qalıb, hamı getmir. Ha, tapdım, der buradadır. Vallahi spasa pişçika da hatno var, koca qatwa, hani rasa güc balar yok ne izliyorsun. Qardaşlar dronu tapdı. Maşın mostu batdı. Gedirik. Görək. Batmışıq. Çıxa bilmirik. Bu da mənim üstüm. Sabahınız xeyir. Bu Elikin sabahı belə olur. Deməli, dünən dronumuzun itdiyi yer. Bu 2 dənə şumlanan hissə var. Deməli, buradan belə göstərim. Bu cığırla qalxdıq və buradan da sola qalxdıq. Bu qarın altında. Yəni, həmin yerdə dron düşdü. Sağ olsun kəndin. Deməli, sakinləri kömək elədilər. Biz bura kimi qalxa bildik. Onlar ikisi qalxdılar, bax buradan dronu götürdülər, gəldilər. UAZ aşağıya kimi gəlmişdi. Oradan artıq geri gətirdilər bizi. Bu çay axan yerin sağ tərəfində bax burada. Rafael. Neyimiz var zavtrakımıza? Zavtrakımıza. Olsun. Aşpaz sana aşpaz. Bu baldı bankadaki. Balımız da var. Eyvallah. Dağlara baxa-baxa zavtrak eləyərik. Bulutlar gəlir. Saat 12 üçün deyirlər artıq yağış yağacaq. 10.37 3% zaryadka.